Qoç. Bugün Qoç bürcünün bütün gücü öz prinsiplərini qorumağa yönələcək. Belə günlərdə xəyal gücünüz maksimum səviyyədə işləyir. Həyat enerjiniz sizə yüksəkdir. Sabah baş verəcək hər şey ilk baxışda sizin xeyrinizə olmasa belə, sonunda şəxsi qazancınıza çevriləcək. Xüsusən də günün əsas hadisələri günortadan sonra baş verəcək. Hətta ümid etməyə belə cəsarət etmədiyiniz şeylər belə tamamilə adi bir reallığa çevrilə bilər. Buğa. Yeni biliklərin əldə edilməsi günüdür. Özünü inkişaf üçün əlverişlidir. Arzuladığınız xəyalı aparan yolu kəşf etməyə kömək edir. Ola bilsin ki, bugün yaxın insanlar tərəfinizdən edilən o qədər də düzgün olmayan bir hərəkətə diqqət çəkəcəklər. Tənqidi ləyaqətlə və sakit şəkildə qəbul etməyə hazır olun. Əziz buğalar, anlayışlı olun və əsəbləşməyin. Emosiyaların sizi münaqişəyə sürükləməsinə imkan verməyin. Qəti hökm verən ifadələrdən çəkinin və bugün heç kimə səsinizi qaldırmayın. Bugün böyüməkdə olan nəslə daha çox diqqət ayırmağa çalışın. Uşaqlarla ünsiyyət sizə yeni güc və enerji bəxş edəcək. Əkizlər. Əziz əkizlər, bu kimi günlərdə astroloji vəziyyətin bürcünüzün nümayəndələrinə təsiri yaxşı heç nə vəd etmir. Ən yaxşı halda əvvəlki mövqelərinizi qoruyub saxlayacaqsınız. Bugün yeni işlərə başlamaq, gələcək üçün nəsə planlaşdırmaq, istənilən məişət məsələlərini həll etmək məsləhət görülmür. Belə bir gündə oğurluq və ya aldadılma riski var. Buna görə də tanımadığınız insanların olduğu yerlərə getməkdən çəkinin. Rasional davransanız, istənilən təhlükədən yayına bilərsiniz. Amma yenə də risk etməmək daha yaxşıdır. Yaxın bir insanla ünsiyyət sizə xoşa gəlməz hadisə və düşüncələrdən qoruyub yayındıra bilər. Xərçəng. Bugün xərçənglər sanki kainatın enerjisi ilə yenilənəcəklər. Düşmənlərinizi bağışlayın və ürəyinizi sevgiyə açın. Həddindən artıq özünə güvənməyin. Nəyin bahasına olursa olsun, hökmranlıq etməyə çalışmayın. Yaxın bir insan inciyə bilər və bu münasibətlərinizə mənfi təsir göstərə bilər. Doğmalarınıza bütün sevginizi və etibarlı dayaq olduğunuzu hiss etdirin. Gün xeyriyyəçiliklə məşğul olmaq üçün əlverişlidir. Bugün sizi incidənləri bağışlayın və yaşlı nəslə qarşı diqqətli olun. Şir. Şirlər üçün önəmli qərarların qəbul edildiyi gündür. Bugün ailənizə müəyyən məlumat daxil ola bilər ki, bu da anlaşılmazlıqlara və mübahisələrə səbəb olacaq. Gözləmədiyiniz bir xəbər, həmçinin evlə bağlı yeni öhdəliklər və işlər sizdən çox vaxt və həyat enerjisi alacaq. Bugün heç kimlə tanış olmayın və sizə hər hansı şəkildə xoş olmayan insanlardan uzaq durun. Əgər bugün kiməsə həyatınıza təsir etməyə imkan versəniz, bu gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. Yalnız öz imkanlarınıza və öz gücünüzə arxalanın və heç bir yad məsləhətə qulaq asmayın. Qız. Ünsiyyət üçün uyğun olmayan bir gündür. Qəfil olaraq çoxdan unutduğunuz dostları görmək, keçmiş sevginizə zəng etmək, hətta keçmişi geri qaytarmağa çalışmaq istəyə bilərsiniz. Bu cür vəsvəsələrə uymayın, zəng etməyin və heç kimlə görüşməyin. Münasibətdə olan qızlar üçün isə belə bir istək ailə həyatına zərər verə, ən azından qarşı tərəfdə qısqanclıq yarada bilər. Tərəzi. Bugün tərəzilər üçün səyahətlər, əyləncələr və ümumiyyətlə xeyli darıxdırıcı olmuş gündəlik mühitin dəyişdirilməsi baxımından çox əlverişli gündür. Xoş görüşlər və yeni tanışlıqlar mümkündür. Vaxtınızın bir hissəsini ailəyə ayırın. Bu, indi hər zamankindən daha vacibdir. Çünki yaxın qohumlardan biri ilə aranızda hələ özünüzün fərqində olmadığınız bir münaqişə yetişməkdədir və onu neytrallaşdırmaq sizin əlinizdədir. Sülhə nail olmaq üçün səy göstərsəniz, harmoniya yenidən evinizə qayıdacaq. Əqrəb. Bugün əqrəbləri qeyri-adi bir həyat yüksəlişi gözləyir. Enerji ilə dolusunuz. Hər şey asanlıqla alınır. Hətta çətin vəziyyətlər belə sizin xeyrinizə həll olunacaq. Günortadan sonra isə hər şey daha da yaxşılaşacaq. Əqrəb bürcü altında doğulmuş xanımlar ürəyinizin qəhrəmanına çevrilə biləcək bir insanla tanış ola bilərsiniz. Bugün alış-verişlə bağlı məsələlərə xüsusi diqqət yetirin. Nə qədər istəsəniz də, bugün alış-veriş etməyin. Sadəcə pulunuzu havaya sovuracaq və sonradan buna çox peşman olacaqsınız. Oxatan. Yüksək emosional gərginlik günüdür. Bugün oxatanların bütün xoşagəlməzlikləri yoxlanılmamış məlumatlardan istifadə ilə bağlı olacaq. Ailədə münaqişə mümkündür. Onu vaxtında önləməyə çalışın. Əks halda kiçik bir narazılıq şəxsi münasibətləri dağıda biləcək güclü fırtınaya çevrilə bilər. Bugün gəzintiyə vaxt ayırmaq, şəhərdən kənara piknikə getmək, idmanla məşğul olmaq daha məqsədə uyğundur. Qərarları yalnız təxirə salınmaz məişət məsələləri ilə bağlı qəbul etmək tövsiyə olunur. Uşaqlarla bağlı xoşagəlməz hallar mümkündür ki, bu da gözlənilməz xərclərə səbəb ola bilər. Oğlaq.
Bu gün oğlaqlar üçün gözəl gündür. Bütün göy qurşağının rəngləri kimi rəngarəng bir gün olacaq. Yeni tanışlıqlar üçün uğurlu gündür. Cazibənizin bütün parıltısı ilə önə çıxacaqsınız. Bununla belə ağlın arqumentlərini unutmayın. Bugünkü yaxşı əhval-ruhiyyəniz və hər kəsə sevinç bəxş etməyə hazır olmağınız bəziləri tərəfindən yanlış başa düşülə və sizin xeyrinizə olmayan işıq altında qiymətləndirilə bilər. Dolça. Bugün təbiətdə istirahət etmək, parkda gəzmək, meşəyə getmək üçün əlverişlidir. Lakin gözlənilməz bir xəbər bütün enerjinizi, sərhədlərinizi müdafiə etməyə yönəldə bilər. Ola bilsin ki, öz düzgünlüyünüzü sübut etməyə davam edə bilməyəcəksiniz. Arqumentlər tükənəcək və ya manipulyasiya etməyə çalışdığınız insanların səbrinin sonu gələcək. Axşam isə ətrafınızdakı insanlarla münasibətlərdə nə etdiyinizi və nə danışdığınızı diqqətlə düşünün. Əks halda həm yaxınlarınızla, həm də özünüzlə konflikt baş verə bilər. Balıqlar. Bugün balıqlar üçün gərgin gündür. Əhval-ruhiyyə saat-saat dəyişir. Hirs etməyin. Xüsusilə də əgər sinirləriniz artıq həddindədirsə, ehtiyatlı olun. Təqaüd yaşında olan kişi balıqlar ürəyinə diqqət yetirməlidirlər. Heç bir yük götürməyin və evdən uzaqda tək gəzməyin, çünki vəziyyətiniz qəfil pisləşə bilər. Gənc balıqlar, həm kişilər, həm də xanımlar öz ekzotik və yaradıcı təşəbbüslərinə bir qədər ara verməlidirlər. Bugün bunun üçün əlverişli gün deyil.